müqayisə etdiniz ki, Şərul İsfəndiyanın dediyindən daha ciddi problemlər var ki, onları sadaladınız. Cəmiyyətimiz isə deyir ki, normal ölkələrdə illərdir fəaliyyət göstərən və çox böyük bir investisiya əldə edən bir iş adamı geri çıxıb hansısa bir canlı efirdə korrupsiya, rüşvətxorluq, saxta diplom, nə bilim bir çox başqa məqamlarla bağlı əgər iddialar ortaya qoysaydı, hal-hazırda böyük bir araşdırma başlanmalıydı, amma bizdə bu ümumiyyətlə protest yoxdur. Hər hansı bir reaksiya da yoxdur ki, müvafiq qurumlar cavab versinlər ki, məsələn, Təhsil Nazirliyi saxta diplom vermisənmi, bir araşdırsın, baxsın, o diplom ləğv olunsun. Məsələn, İmamoğlu'nun belə diplomu ləğv olunur. Və yaxud da ki, məsələn, o korrupsiya ilə bağlı, rüşvətlə bağlı deyilən sözlər var, müəyyən iddialar var və yaxud monopoliya ilə bağlı deyilənlər var. Bununla bağlı araşdırma yoxdur. Bu nəyin nəticəsidir? Cəmiyyətlə bu məsələ biz ciddiyə mi almırıq və yaxud da ki, müvafiq qurumlar sözü gedən şəxsin iddialarını mı ciddiyə almır, yoxsa hal-hazırda bu məsələ ilə bağlı bir təftiş yoxdurmu? Nəyə görə bu məsələ bu qədər səssiz, səmirsiz? Adamdır da dedi, getdi kimi demək qəbul olunur fikrinizcə? Bu kimi məsələlər cəmiyyətdə son vaxtlarda ümumiyyətlə ayrı-ayrı şəxslər tərəfindən gündəmə gətirilir. Müvafiq qurumların da əlində səlahiyyətlər var ki, bunu araşdırsınlar. Bizim məsələyə baxışımız, biz araşdırma qurumu kimi yanaşmırıq məsələyə. Bizim o səlahiyyətimiz yox. Mən araşdırma qurumu olsam, onda götürərəm, deyərəm ki, buna cinayət işi açıram, bunu araşdırıram, bunu təftiş edirəm. Bizim ümumiyyətlə cəmiyyət həyatının hansı istiqamətə getməyi ilə bağlı narahatçılığımızı dilə gətiririk. Və bu auditoriyadan, bu müzakirədən istifadə edərək onu gətiririk ki, hansı tendensiya cəmiyyət önəm verməlidir, üstünlük gəlməlidir, üstünlük yaratmalıdır. Bunu ki, fikirdə bu artıq daha çox müzakirə olunsun. Bu tendensiya artıq hər kəs bilir ki, məsələn, mən sizə bir şey deyim, saxta diplomu gəlin Azərbaycan cəmiyyətində müzakirəyə çıxardaq, bu gün onu tələb edənlərin %60-ı özləri narahatçılıq keçirəcəklər ki, çünki hamının evində Mirzə Cəlilin ölülərində kimi bir ölü çıxacaqdır ki, hansısa haqqını istəyəcək. Çox adam... Yəni, hamının evində var yox, müxtəlif insanlar, müxtəlif yollarla, hansısa bir filiallarla, hansısa bir variantlarla bu diplomları alıb. Əgər biz başlasaq bütün elmi işləri təftiş eləməyə, onda görəsiz ki, bunun 50% müəyyən dərəcədə deforma. Eyni bu cəmiyyətin bu həmən bilirsiniz KGB arxivlərinin açılması kimi bir şeydir. Yəni hamı tələb eləyir, amma sonra hamı özünə gələndə problem anda yaşamağa başlayır ki, birinin bir qohumu çıxacaq, birinin atası çıxacaq, birinin əmisi çıxacaq. Yəni elə bu məsələlərdə cəmiyyətlə bağlı təbii ki, müəyyən məsələlərə baxışır. Məsələn, əlilliklə bağlı, sosial demək müavinətlə bağlı. Yüzlərlə insan məlum oldu ki, saxta yolla sosial müavinət alır. Kimdə işbazlara pulunu verir, bunu düzəldir. Təbii ki, korrupsiyadır, dövlət məsələdə cinayət şaşmalı, araşdırmalı, başqa məsələlər. Amma bütövlükdə cəmiyyətin özünün iştirakçısı olduğu negativlərin də sayı o qədər çoxdur ki, biz yəni ya bu cəmiyyəti söküb təzədən yığmalıyıq. Sökəndə nə qalacaqdır? Yox, cəmiyyətin üstünə yıxmıram. Yəni, cəmiyyət günahkardır. Bu məsuliyyət daşıyan orqanlar və vəzifəli şəxslər var. Deyirəm, yəni ki, bunu dərindən, hansı məsələnin dərininə geçsəz, hamının cəzası verilsin, hansı məsələnin dərininə geçsəz, onda bu problemlər bütün cəmiyyəti silkələnmə içində, Trump məsələni, baxın, Amerika cəmiyyətində sübut elədi ki, Amerika cəmiyyətində 1 yaşlı uşağın adına kredit götürülür. 800 milyon kredit götürülür. Demək, milyonlarla insanın adına sosial pensiya təyin olunubdur. Adamı 300 yaş göstəriblər, yaşı 300-dür faktiki, bunu alır. Bu Amerika cəmiyyəti bütün indi köçülük küçələrə ki, migrantlar qanunsuz gəlib, Meksikalı o biri. İndi başlayır qanunsuzluğa qarşı mübarizə aparmağa. Qanunsuzluğa qarşı mübarizə aparanda bütün kütlə qalxır ayağa ki, o qanunsuzluğun həm də iştirakçısı mənəm, həm də zərbə mənə dəyir. Ona görə də bizim kimi cəmiyyətlərin bu qədər hədsiz çalxalanması məsələsini istəyiriksə, onda gərək burada bir köhlü bir inqilab eləyəsən. Yəni, yerlə yeksan var mı? Amma bizim yerlə yeksan lazımdır. Amma bizdə indi nədir məsələ? Biz indi sadəcə əsas problem olaraq təhlükəsizlik problemini həll eləmək indekslənmiş bir dövlətik. Təhlükəsizlik problemi nə idi? Qarabağ idi, həll elədik. İndi müəyyən deyək ki, Qarabağın bərpası və başqa məsələlərdə indi çalışırıq ki, orada möhkəmlənir. Laçında məsələn, indi nəyi müzakirə? Laçında hava limanı açıldı. Bu hava limanı strateji əhəmiyyəti cəmiyyətdə hamı tərəfindən anlaşılırmı? Bunu baxmaq lazımdır. Yəni, bu sabahları bizim o sərhədin möhkəmlənməsi üçün bu hava limanının hansısa lojistik bir mahiyyətini anlada bilirikmi?
Yəni ona görə demək istəyirəm, yəni ki, axı mən bu məsələlərdə biraz bəzi şeyləri açıq danışmıram.